Adətən qonaqlarımdan eşitdiyim belə bir qısa zamanda bu qədər yeməyi necə çatdırdın sualının sirrini sizinlə paylaşmaq istəyirəm. Bəli, sizə bir buzluq dünyam hekayəsindən xəbər verəcəm. Buzluğumda məni dar ayaqda qurtaracaq nələr var onu sizinlə bölüşürəm. Məsələn, adi lavaş soyuducuda 2-3 gün qalırsa, buzluqda uzun müddət qala bilər. Bunlar isə toyuq və ətin suyudur. Qəliblərdə saxlayıb dondururam, yeməklərə istifadə edirəm. Çörək hər gün səhər bir dilim tostura qoyub 1 dəqiqə gözləmək kifayətdir ki, açılsın. Düyünü də artıq istadanda görəndə ki, bu düyü bişəndə çox olacaq. Müəyyən bir hissəsini götürüb atıram buzluğa. Pişmiş didilmiş toyuq filesi də hər zaman buzluğumda olur. Səbzi plovumun qarasından da götürüb atmışdım buzluğa. Hər hansı bir tort dilimləri ola bilər. Rəndədən keçirilmiş Holland pendiri də olmazsa olmazlardandır. Pendirli siqara börəkləri, ətli börəklər hər zaman əlimin altında mütləq olmalıdır. Bir də dolmalardan da büküb hər ehtimala əlimin altında saxlayıram. Və bilirəm ki, bir gün bütün bunların hamısı mənə haçansa təcili lazım ola bilər. Və bu da həmən gün gündüz bilirəm ki, axşam qonağım olacaq. Bu dəfəki əvvəllik dolmamı biraz fərqli qaydada bişirdim. Eynən kələm dolmasını bişirdiyim qaydada hazırladım. Suyuna biber pastası, sarı kök, paprika əlavə edib su tökmədən dolmamı bişməyə qoydum. Kənara düşəndən sonra kərə yağını da vurdum. Dolmamız hazırdır. Sizə məsləhət görürəm, mütləq, amma mütləq əvvəllik dolmasını bu qaydada bişirin. Həqiqətən də dadı çox əladır. Dolmam bişdi, ləvəngi hazırlayıb 2 çolpamın içərisinə doldururam. Çolpaları ləvəngi ilə doldururam, üzərini bol turşuluyub sobaya yollayıram. Buzluğumda çox zaman ləvəngi də olur. Çox zaman artıq hazırlayıram ki, onu da buzluqda əlimin altında hazır saxlayım. Toyuq filesi də mimoza salatımda lazım oldu, onu isə çatdırıb çəkə bilmədim. Və nəticədə belə bir süfrə hazırladım. Belə, sizin üçün faydalı olsun deyə bu postu çəkdim. Bəs sizin buzluğunuzda nələr olur? Bəyənməyi və fikirlərinizi bildirməyi unutmayın.